ki, hər hansı bir insan əli dəymədən süni olaraq, məsələn, robotda, məsələn, nə fərqini bilməm, bir yerdə düzəldilmə, insan da yox, süni olaraq. Düzdür. Yəni, süni intellekt bir insan kimi düşünmək və nəticələr almaq üçün insan kimi düşünür və çalışır insan kimi düşünsün və o bir çalışmaları insan kimi yazın. Ama o tabii ki sizin dediğiniz... Aydın değil mi? Ben de çekilmek böyleydi. Gerçekten. Ben bir tane gerçekten. Sağ olun hər kəsə. Deməli, ilk öncə mən özümü təqdim edeyim. Mən jurnalistim, 2024 gəlin imtahanlarına, Üniversitesi Kamusiyyələri Dövlət İxtisasına qəbul olacaq. Digər bir samımız mühəndislik ixtisası oluyor, Amin Arkadaşlığı digər ixtisası var. Rubay elektrik mühəndisliği ixtisasında və bir konsept yoldaş Amin Aydın ixtisası mühəndisliği. Deməli, sizə qısa Adı Üniversitesi'ndən anlatayım. Adı Üniversitesi'yə girdiyiniz kimi Azərbaycan'a görə həm Rəqəm Üniversitesi təhsil sistemində sahiblər, həm üniversitelərdən biri və yaxud da birisi. Və Adı Üniversitesi'nin bir neçə filialları var. Məsələn, Şəki mərkəzi var, Uşaq Avtomat mərkəzi var, son dərs 700 dollar nələrdə satırsınız. Bu sizin məqsədinizdir. Bu məqsədə çatmaq üçün icra edilən hərəkətlər ardıcılığı, algoritm adlanır elə. Və biz sizə bu gün burada proqramlaşdırma dərsi yox, algoritm anlayışı yaratmaqdan sizdə bu gün proqramlaşdırma yox, çünki bu təbii ki, sizin üçün altıncı müşahidə üçün çox tezdir. Sizə məqsədimiz sizdə algoritm anlayışını yaratmaq, algoritm nədir, bu anda təsəvvür yaratmaq, bu kimi şeylər. Bu da benim neredeyse. Hazırlarım tabii. Gel bak şimdi. Sizi deməli uşaqlar, biz isə baqarıyla izah edin baqarıyla. Baxın, burada bir şəkil var, bu baqar. Bizim məqsədimiz, həmin baq vasitəsilə məsələn, yerə bir çərçivə var. Çərçivənin içində bir növ elə düşür, əslində deyil, amma sizə düşünür ki, biz bir növ çərçivənin içərisində rəhbərdir. Bu rəhbərmə prosesi bir neçə şəkildə ola bilir. Ən asandır, random. Bilirsiniz random nədir? Təsadüfdür. Qarışıqlar fərqi yoxdur, stabil deyil. Birincisi random usuldur. Random usulda odur ki, həmin bar hər 5 saniyədən bir, hər 5 saniyədən və ya 5 milli saniyədən bir istiqamət dəyişir və bu istiqamət stabil deyil. Ona görə də kvadratımız full dolu olur. İndi gəlin biz sizi 3 qrupa görək. A qrupu, B qrupu, C qrupu. Və hər tərəfimiz izah edeyim. A qrupuna mən izah edeyim. B qrupuna Aminə, C qrupuna Ruhay və Amin sizə izah eləsin. Üstündən dayanır. Müəllimlik. Üçüncü qrup lazım. Mesela burada kapatı vererek olsa bunu tutmazdı. Sonrası saya jadi kita juga.
Mahsul 5 o demek ki her 5 saniyede bir hərəkət edəcək. Bu 90 hər 5 saniyede bir dərəcə göstərir, 90 dərəcə göstərir. Dərəcə göstərir, mənfi 180. İndi sizə necə qurmaq lazımdır ki, bayaq göstərdiyim kimi rəqibi daha sonrasında qura bilər. Yenə mənfi. Elə bir bax, bu 5 saniyədə hərəkət edəcək. 90 saat 5 saniyə hərəkət edərək 90 dərəcə dönəcək. Bu elə bir istiqamətdir. Bu da ki, dediyim kimi, mənfi 180-180 arasındadır. Nə eləmək lazımdır, necə eləmək lazımdır sizə ki? Yox, necə birləşdirmək lazımdır? Algoritm necə ardıcılıq eləmək lazımdır? Necə bunu? Mutlaq yazılar sizə eləmişdir sizə. Təşadüf seçsələr istiqamət edir. Normalda dayanırdı, əksinə getdik, bu dəfə dayanır. Okey, bunun keyfiyyəti Eğer işlenemezse, yani algoritm isterse belə, bizə random getməlidir, adından görsəsiz random olmalı üçün Birləşik qurmağı mənfi 180 dərəcə və 180, mənfi 180 dərəcə uşaq müsbət 180 və bu zaman mənfi 180 və 180 dərəcə arasında random uzanır və ürək hansı istiqamət istəyir, o istiqamətdə davrayır. Aydın uşaqlar. Sizə də aydındır. Yəni ki, 180 və mənfi 180 dərəcə arasında uzanılır. Bu düşünün ki, 70 dərəcə və ya mənfi 45 dərəcə. Müsbətcə belə hərəkətdə davam edilir və razı olur. Başa düşdünüz? Bunun məqsədi olur ki, sizə algoritm nədir? O anlayışı sizdə yaradır. Aha. Bəli. Figurları qoymasanız, bu 5 saniyə belə gələr, orada dayanar. Və yaxud da gelib divara dəyər, orada dayanar. Aydındır mı? Biz, məsələn, 10 pampuğun üzərinə 90 dərəcə qoyuyoruz ki, Orada belə gelir, belə böyle çok az böyle. Ama əvvəlki ama ibaresinde biz bu bunu yenə bu listədə daha sonra next basırıq, daha sonra back here run after blokunun içərisində yenə 90 dərəcə qoymalıyıq. Kimi zaniyə bilərsiniz? Çünkü biz bir saniyeden sonra 90, derse gelenden sonra 90 derece verirdik. Aynen, tamamilə doğru. Belə gəldi, 1 saniyədə 90 belə döndür. Axı belə gəlməlisən. Yenə 90 dönməlisən. Bəli, bəli. Bunun üçün bax yerdə. Bir saniyenin bir sisi. Ben başlamalı değilim, yani göstereceğim. Burada göstermez, sizden başlayalım. 90, 90, 360'a tam dönmedi, diğer türlü sıfır.
Şimdi bu 90. Evet. Bu sık döndürde. Başka tepki. Benim 90 dönemde. Bence bura festival bura var. Ezinde. Festival bura. Bölgeleri geçti yani. Burada da festival var. Böyle. Görürsünüz zaten rengi aydın. Bunu seviyorum. Bu 90 derece. Bunlar güzel olur. Bence bunu bir funksiyon burada. Gelecek duvarı var. Evet, duvarın var. Tabii tabii. Hani uzun bir şey yapmam. Bucak var. Duvar kaldı. Yani bu bakın bu benim kaydı. Ben olmam. Gördünüz. Benim kaydı. Tamam. Gidecek yine. Buraya kaydedeceğiz. Burayı hansı uzaktı? Bura nedir? Ben gösterdim. Görüyoruz. Bura neydi? Sol sağ taraf. 0, 90, 180, 270. Sıfıra gelir, sıfırdan qayıtmırdı. Ancaq burada. Necə dəyişim olar sizə? Tam olaraq bilmirəm. Yox, buraya. Əlimizdə olan. Əlavə etmişsiniz. Vurmada yer, bəli, vurmada uşaqlar yer dəyişməkdə heç bir bəli, bax, gördün? Bax, izlə. Bax, mən sizə bayaq edirəm. Belə bax, belə gəlir, ona sürətlə. Götürərik biz özümüz.